Valla salamlar vaxtınız xeyir olsun. Biz bu 7-ci coğrafya dərsinin bölümü 6.1 əhali artsın yoxsa azalsın mövzusu sahəsinə baxacağıq. Kiçik dərsdir, yəni çox böyük bir dərs deyil. Niger Afrikanın qərbində yerləşir və dünyada əhalinin ən çox artdığı ölkələrdən biridir. Burada əhalinin sayı 28 milyon nəfərdir. Hər il əhali 3,8% artır. Yəni dünyanın orta göstəricisindən daha yüksəkdir. Yəni 1960-cı ilin göstəricisindən daha yüksəkdir. Yəni 1960-cı ildə dünya əhalisi 2,2% artırsa, Nigeriyada isə indiki dövrdə 3,8% əhali ildə artır. Nigeriyada hər ayda uşaqların sayı 7, 10 və daha çox olması vacib sayılır. Bu gördüyümüz kimi adi tələblərin təsirlədir. BMT-nin proqnozuna görə 2000-ci ildə ölkə sayı təqribən 50 milyon nəfərə çatacaq. Əhalinin artımı ölkədə ciddi problemlər yaradır. Niger iqtisadi inkişafına görə geridə qalır. Ölkə əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Yəni dedik ki, Niger haqqında məlumatımız olur ki, Afrikanın qərbindədir. Xəritədə fikir verirsinizsə, A şəklində baxın, burada yerləşir. Sayı 28 milyon nəfərdir. Hər il 3,8% artır. Nigeriyada daha doğrusu uşaqların sayı çox olması vacibdir. 7, 10 və daha çox olması vacib sayılır. BMT proqnozuna görə isə 2050-ci ilə qədər əhalinin sayı 50 milyon nəfərə çatacaq. Niger iqtisadi inkişafına görə iqtisadi inkişafı zəif olan ölkə hesab olunur. Ölkənin əsas məşğuliyyəti kənd təsərrüfatı hesab olunur. Sonra Litva Şərqi Avropada yerləşir. Burada hər əhali 1,15% azalır. Yəni əhali ildə 1,15% azalır. Ölkədə əhalinin sayı 2,7 milyon nəfərdir. Litvada bir uşaqlıq ailələr üstün iş təşkil edir. BMT proqnozuna görə 2050-ci ildə ölkə əhalisinin sayı 2,1 milyon nəfərə qədər olacaq. Yəni azalacaq. Təqribən 600 min nəfərə yaxın insan azalacaqdır. Litva iqtisadi cəhətdən nisbətən yüksək inkişaf səviyyəsinə malik ölkədir. Ölkə əhalinin əsas məşğuliyyəti elm, biznes, sənaye və digər sahələrdir. Litvada kənd təsərrüfatı inkişaf etmişdir. Yeni texnologiyaların istifadəsi sayəsində kənd təsərrüfatında yüksək məhsuldarlıq əldə edilir. Yəni dedik ki, Litvada yüksək texnologiya tətbiq nəticəsində həm kənd təsərrüfatında yüksək məhsullar əldə olunur, az sayda yüksək məhsullar olunur. Nigeriyada isə kənd təsərrüfatından az məhsullar əldə olunur. Bunun səbəbi savadsızlıq, iqtisadi gerilik və müasir texnologiyalardan istifadələrin az istifadə olunmasıdır. Sonra fəaliyyət suallarına baxaq. A və B şəkillərindəki uşaqların həyat şəraiti arasındakı fərqləri görürsünüz. Belə görürük, fikir verirsə, B-də uşaqlar, Litvada uşaqlar özəl məktəblərə, dövlət məktəblərinə gedir. Yəni rifah səviyyələri yüksəkdir. A-da isə əhali əsasən azlıq səviyyəsində yaşayır və uşaqların yaşayış səviyyəsi aşağıdır. Sonra 2-yə baxaq. 2-də isə A şəklindəki uşaqlar hansı problemlər yaşayırlar? Bu problemin səbəbi ola bilər. Burada əsas problemlər aclıq, xəstəlik, sonra azlıq, xəstəlik və təhsil səviyyəsinin aşağı olması problemlərlə üzləşirlər. Sonra baxaq, bu həmçinin də bu ölkənin iqtisadi geriliyin səbəbi olaraq da göstərilir. Sonra baxaq, Nigerlilərin çox uşaqlı ailə üstünlük verməsi necə izah etmək olar? Əsasən demişdik ki, əhalinin təbliğatıma təsir amillərdən biridir. Milli adət-ənənələri və dini amillərdir. Yəni bu amillər nəticəsində Niger əhalisinin sayı bir şərt kimi qoyulur və hər ay təqribən 7-10 və daha çox uşaq doğulur. Nəticə Litvada əhali azalır. Litvada əhalinin azalması, əhalinin işə daha çox maraq göstərməsi, elmə təhsilə daha çox maraq göstərməsi, əhalinin evlilik yaşının artmasına gətirib çıxarır və bu nəticəsində də doğulanların sayı azalması gətirib çıxarır. Dünyanın siyasi xəritəsindən Nigeriya Litvanın yeri tapın. Baxın, Nigeriyanın yeri baxın, ada buradır. Litvanın yeri isə xəritədə baxın, burada. Sonra Litvada əhalinin azalması, Nigeriyada isə artması hansı problemə nəticələ bilər? Litvada insan azalması işçi qüvvəsinin çatışmazlığına gətirib çıxarda bilər. Həmçinin milli etnik mənsubiyyətin dəyişməsinə də gətirib çıxarda bilər. Çünki ölkəyə miqrasiya arta bilər. Daha sonra isə A-da isə hansı tiplər yarada bilər? Təbii sərvətlərin tükənməsi, Nigeriyada isə təbii sərvətlərin tükənməsi, ekoloji fəlakətlər, xəstəliklər və digər sahələrin yayılmasına gətirib çıxarda bilər. Siz də hər iki ölkə bu problemi həll etmək üçün hansı tədbirlər görülməlidir?
əhalinin artırmasına dair tədbirlər görülməlidir. Yəni əhalinin Litvada əhalinin təbii artımının təsir göstərmək üçün məzuniyyətlərin çox verilməsi, çox uşaqlı ailələrə dəstəyin artırılması, sonra təhsil səviyyəsində təhsil alan xanımlara və bəylərə xüsusi güzəştlər verilməsi, uşaqları olanlara xüsusi güzəştlər verilməsi, digərində isə, yəni Nigerdə isə Çində olduğu kimi müəyyən qısıtlamalar və tədbirlər nəticəsində Nigerin əhalisi də azala bilər. Dərsimiz bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşəndə hələlik.